Bu günləri birinci biz baxırıq, biz hazırıqmı? Bax, mən şəxsi verirəm sizə. Siz hazırsınızmı İsa Məsih'in gəlişinə? Bugün göy guruldasa, göylər tumar kimi çəkilib getsə, ki vəhdə yazılıb belə olacaqdır. Biz hazır olarıq. Xilas olmaq deyəndə, yəni biz xilas olmağı hələ demirəm. O, sən nə qədər hazır olsan da, nə qədər olmasan da, sadəcə olaraq İsa Məsih gələndə deyəcəkdir ki, atamın mübarəkləri keçin sağıma və yaxud keçin soluma. Biz şəxs olaraq, yəni individual olaraq özümüzə baxanda o hazırlığı hiss edirikmi? Buyurun, bəlkə insan var deyə bilər ki, Elbrus qardaşım, saçın, bax mən bunu hazırlıq üçün eləyirəm. Deyin, bəlkə o təcrübədən birimizlə yararlandıq. Bəlkə bir istiqamətimizi biz də o yöndə götürdük. Bəlkə 3 dəfə dua eləyən var idi, indi deyir, mən 6 dəfə eləyirəm. Bəlkə heç oruç tutmayan varsa deyir, mən indi oruç tuturam. Ümumiyyətlə bu haqda çox oxuyuram, yəni dövrün sonunda. Varmısa buyurun, deyin, bir-birimizə bundan təsəlli duraq, bir-birimizə bundan dəstək duraq. Zaten Allah hazırlamaq istəyir. Bu bir mənalıdır. Yon qarıyır bizi, Dülgər dediyimiz kimi, müəyyən çətinliklərə salır, boşluğa, vərkiliyə salır. Mən bu günləri hiss eləyirəm özümdə. Sonra xalqlara keçəcək. Millət olaraq, millətlər olaraq biz hazırıq İsa Məsih'in gəlişinə. Yəni bir dəqiqə dünyaya baxırsan, o hazırlıq görülürmü? Amma yeni ilə necə hazırlıq görünür, düzdür mü? Ateş fəşanlıq, o gev zapaz alırlar o şəhərlərdən zaten, nə bilim, evləri zadı bəziyirlər. Biz hazırıqmı? Millət olaraq, yəni millət olaraq biz görürük əksinə dava, qırğın, düzdürmü? Fəlakət. Ancaq individual olaraq biz hansı hazırlıqları özümüzdə görürük? Varmı elə bir metod? Onu mən deyəcəm. Amma indi mən sizin fikrinizi öyrənim ki, elə bir insan varsa da, buyurun deyin. Bəlkə o metoddan bizlər də yararlandıq. Birimiz götürdük ki, bax bu qardaşın metodu yaxşı. Demək, sən müjdədən çıxış elədin. Müjdə yönündə də, düzdürmü? Artırmalıyıq, yəni gəlin çağırış səslər olmalıdır. Qulağınıza söylənənləri damlardan söyləyin, düzdürmü? Yaxşı metod müjdəyə bağlanmaq. Tezləşdirin. Tamam bacılar arkadaşlar, fikrimizə saxlayağın. Deməli, müjdəyə özünü vermək, bəyəxları %100 özünlə çalışırdınsa, özünü inkişaf etdirirdinsə, indi müjdə yönündə. Bəli, söhbət özümüzdən gedir. Yəni, mən artıq qərar qəbul etdim ki, mən müjdəni yaymağa başlayıram. Yəni, artıq bir müjdə yönündə. Çünki biz nətər, həvarilər nə dedi? Onlara dul qadınlar gəlib deyəndə ki, biz yardım ala bilmirik də. Dedi, müjdəni yaymaqdan bu bizi qoymamalıdır. Gündəlik yardım, köməklik eləmək bizi müjdəni yaymaqdan uzaqlaşdırmamalıdır. Onun üçün 7 nəfəri seçdilər, Stefan da onun içindəydi. Düzdürmü? Deməli, müjdə, yenə də müjdə. Bu gözəl metoddur. Başqa var mı bacılar qardaş? Deməli, söhbət 144 mindən getdi. Vəhy 14, 1-dən 5-ə. Vəhy bilirsiniz də, son dövrə aid olan kitabdır və son dövrdən sonra yazılan kitabdır ki, hansı ki biz ora baxanda gələcəyimizi də görə bilərik, indiki zamanda görə bilərik. Vəhy 14-cü fəsil, 1-ci ayədə söhbət 144 mindən getdi. Bu 144 min realdır mı? Necə düşünmüsünüz? Bax deyir ki, baxın, quzu Siyon dağında durub, yəni quzu İsa Məsih'i görsədir, quzu Siyon dağında durub, onunla birlikdə 144 min nəfər onunla birlikdədir. Bax bu 144 min nəfər, bacılar, qardaşlar, biri deyir ki, çoxluğu görsədir, biri deyir ki, yox, real 144 min insan olacaqdır, bütün dünyadan cəmi 144 min, görən indi mən də onun içində olacam mı? Yəni, biz fikirləşirik də. Nədir bu 144 min, bacılar, qardaşlar? Elə götürürük, elə deyirik ki, heç bir qəbilə yaddan çıxmasın, 12 min, 12 min, 12 min, bu eləyir 144 min. Əslində, bacılar, qardaşlar, bu insanlar kimlərdir? Baxacaq sizlə. O insanlar 144 min insan, real 144 mindir mi? Yəni ki, 144 min insan xilas olacaqdır. Misal üçün, dünyaya vursan bir 5-10 dənə Azərbaycandan, 5-10 dənə İtaliyadan, 5-10 dənə nə bilim dünyadan. Biz nə olacaq onda, yəni belə baxanda. Bacılar, qardaşlar,
Vəhy kitabı simvolik kitab olduğuna görə, timsallarla yazdığına görə, ona görə biz o kitabı bilməkdən ötürü bizim bu cəhətdə, bu istiqamətdə, bu yöndə biliyimiz o qədər dərin olmalıdır ki, biz Allahın sözlərinə kommentariya verə bilək. Yəni daha doğrusu onu başa düşməkdən ötürü indi o da faktordur. Ancaq 144.000 insan, arkadaş sizin dediğiniz həqiqətdir. Orada yazır ki, xilas olanları demədi. Orada duranları dedi. Allahın hökm kürsüsündə onlar duracaqdır. Amma möhürlənmişlər. Amma 144.000. Sən birini dedin. Ən vacibi onlar İsa ilə dayanır. Bildiniz mi? Konkret olarak okudunuz mu? Ben okudukça izlediniz mi? Konkret olarak, yok mühürlenmiş ayrı. Mühürlenmiş ayrı. Adem mühürlenip bu dəqiqə. Xilas oldu Adem. Davud mühürlendi. İlyas mühürlendi. İsa ilə birgə duranlardan söhbət gedir. Diri qarşılayan, onun yanında duranlardan. Ölsən, bu həyatda gözünü yumsan, İsa'nın gəlişini indi diri görməsən, yatsan, sən artıq möhürlənmiş olacaqsan. O da ki, yəni necə möhürlənibsən ona baxacaqdır. İsa'nın birinci surun səsindən oyanış olacaqdırsa, sən ondan biləcəksən ki, birinci sur çalınanda dirilənlər artıq o diri qarşılayanlarla birgə hüzura gedəcəkdir, Allahın hüzuruna. Allahın bəs bu hazırlanmış xalqdan söhbət gedir. Kimlərdir bu hazırlanmış 144.000 insan? Qısa olaraq deyək ki, bu o demək deyil ki, bu günləri 144.000 insan hal-hazırda bu günləri göydədir. Bu anlama gəlmir. Amma çoxları fikirləşir ki, 144.000 insan artıq bunlar kimləri bu günləri bu tutur? Bu xüsusiyyət kimlərə aiddir? Məsihlə birlikdə olanlar, dünya deyil Allaha məxsus olanlar, sınaqlarda möhkəm dayananlar, Allah qoruyanlar, Allah kimləri qoruyur və bir də son xəbərin daşıyıcıları. Bacılar qardaşlar, neçə dənə dedik? 2, 4, 5. 5 dənə göstərici bu birbaşa İsa Məsih ilə dayananlar olacaqdır. Söhbət diri qalxanda, ay sağ olun, biz deyirik, yəni 144.000 insan o demək deyil ki, Xanok onun içində olacaqdır. Dayananlardan söhbət. Vəhy kitabı simvolik kitab olduğuna görə orada yazır ki, Məsihlə birgə dayananlar. Bu, keçmiş zamana da aid deyil. Bu, bütün zamanları əhatə edir. Sən bu günləri iman uğrunda dayanırsansa, indi bu dəqiqə, o deməkdir ki, sən 144.000-in içindəsən. Bu dəqiqə sən İsa Məsihin uğrunda dayansan, yəni sözünü desən, onun vəzində dünyanı dəyişsən, avtomatik olaraq sən 144.000-in siyasına daxil olursan. 144.000 insan da bu, Məsihlə birgə olanlar, dünya deyil, Allaha məxsus olanlar. İndi mən deyirəm bir-bir, siz özünüzə götürün onu. Bizim ixtiyarımız yoxdur. Bir-bir deyək ki, bax sən busan, bu var səndə, bu yoxdur. İxtiyarımız yoxdur. Ancaq siz özünüzə götürün. Məsihlə birgə olanlar, İsa Məsih deyir axı, atam gələndə mən deyəcəm, çəkilin yanımdan haqsızlıq edənlər. Kimlər ki, Məsihlə dayanır, birlikdədir, o insanlar. Sonra dünya deyil, Allaha məxsus olanlar. Bilirik nədir bu Allaha məxsus olan? Ha? Bax, elementarlı bir şey bu fikirdən, indi biz bunu xırdalayırıq sizdən. Dünya deyil, Allaha məxsus olan insan. Necə olur həmən insan? Yəni, söhbət qanunla mı gedir? Yəni, qanuna riayət eləmək, Məsihlə birgə olmaqdırmı? Bax, bacılar qardaşlar, müqəddəs kitab unikaldır, çox misallarda da var. O cavan oğlan yaxınlaşıb İsa Məsihə deyəndə ki, icazə ver ardınca gedim.
Yəni səninlə birgə olub bu anlamdadır. İsa dedi ki, get varını sat, yoxsullara payla. Sonra məndən birgə ola bilərsən. Yəni dünyaya məxsus yox, Allaha məxsus ol. İndi bu kimi vəziyyətlər çoxdur. Dünyaya yox, Allaha məxsus olmaq. Əgər biz bu günləri dünyanın Lutun arvadı hara məxsus idi? Amma Allah onu xilas eləməyə çalışdı, düzdürmü? Cəhd elədi, yol verdi. Təsəvvür eləyin. Gedirsən İsa Məsihin gəlişinə bir neçə saat qalmış, dönürsən dünyaya. Lutun arvadı kimi. Görün biz nə dərəcədə bu günləri həssas olmalıyıq ki, bu 144 minin siyasına daxil olmaqdan ötürü nə qədər həssas olmalıyıq ki, son anda belə biz xilasdan dönməyək. Sınaqlarda möhkəm dayanan, mən elə fikirləşirəm bu aydındır hər birimizə. Bir vəziyyət qalır burada, hansı ki, Yelena White'in fikrində biz bunu çıxardırıq. Allah qoruyan insanlar. Kim bu günləri cəsarətlə deyə bilər ki, Allah məni qoruyur? Ha? Qaldırmayanlar yox. Ha? Tamam. Nə deməkdir? Allah o insanı qoruyur. Yəni bu Allahın qoruması altındadır bu insan. Bax fiziki, ruhlu da düşünün burada. Bir dənə müqəddəs kitabdan real insan adı çəkin ki, o insan %100 Allahın qoruması altında olsun. Davud sonra. Bacılar, qardaşlar, ümumiyyətlə bütün dünya Allahın nəzarəti altındadır. Allahın gözü, nəzəri hamının üzərindədir. Amma xüsusi insanlar var, necə ki vəhdə 144 min söhbəti çəkir, xüsusi insanları görsədir. Müqəddəs kitabda biz bunu müşahidə edirik. Bax, Yusuf zindana düşdü, Allah oradaydı. Davud Şaulun əlindən qaçdı, Allah onun yanındaydı. Daniel də oradaydı, quyudaydı. Amma bir kəlmə biz bir insan haqqında oxuyuruq ki, o %100 Allahın qoruması altındaydı. Söhbət Elişadan gedir. Elişa %100 Allahın qoruması altındadır. Öldürməyə gələndə, ondan sonra yaxınlaşıb deyirlər, keçəl. Meşədən ayı çıxır, 42-yə yaxın səfərlərimsə, uşağı orada parçalayır. Elişa ölür, öləndən sonra nə baş verir? Elişanı qoyurlar qəbrə, 10 illərdən sonra Elişanın qəbrinə bir dənə başqa adam tullurlar, meyit. Həmən meyit Elişanın sümüyünə dəyən kimi, həmən meyit başlayır dirilməyə. Elişanın %100 nə baş verir ki, Allah bizi belə qoruma altına alır? Hazırlar qardaşlar. Onda olan o hansı bir keyfiyyət idi ki, İlyasdan 2 qat artıq xeyir-dua almağa gətirdi, çıxartdı. Yox, bax, onun həyatının başlanğıcına baxın. Bir keyfiyyət var idi ki, bu günləri indi o keyfiyyətdir ki, hamımızda olmalıdır o keyfiyyət. Tulladı gəldi. Siz də bugün Allaha gəlmişsiniz də. Bu kifayət deyil ki, burada atılan bir addım var. Bacılar, qardaşlar, İlyasın, Elişanın əlində olan ən gözəl bir metod var idi ki, bax, bu günləri biz ondan bağlı çox danışdıq sizinlə, dua saatında da. O, xidmət eləməyi bacarırdı. O, qüsursuz xidmət eləyirdi. Elişanın eləcənə əlinə su tökürdü. Elişaya xidmət etmək, bu günləri ibadət evində, Allahın işində, müjdə işində xidmət etmək, bu bizim birinci hazırlanmağımızdır. Bax, bunu qeyd eləyəyin. Mövzumuz belə idi ki, İsa ilə görüşə hazırlaşan xalq, hazırlaşmış xalq, 144 min olan, bildinizmi? Bu günləri İsa ilə birlikdə dayanan, hazırda bu günləri biz xidmət ediriksə, İsa Məsih dedi ki, mənim atam bugünkü günə qədər xidmət etməkdədir. İşləməkdədir. Biz bu günləri baxın, sizin ibadətdə xidmətiniz yoxdursa da narahat olun. Gəlin ibadətdə məsləhət qrupuna deyin. Mən ibadətdə bir xidmət aparmaq istəyirəm. Mən ruhlu inkişaf eləmək istəyirəm. Bu günləri biz deyirik ki, sizi seçirik, o deyir, vaxtım yoxdur, bu deyir, vaxtım yoxdur. Biz ondan ötürü can atmalıyıq.
İlyas Elişanın xəbərini eşidəndə ki, məndən nə istəyirsən sözünə cavab olaraq Elişa deyəndə ki, səndə olan məndə 2 qat olsun. Demək bunu İlyasa kömək eləməyə gələndə, yəni onun ardınca gələndə istədiyi bir fikir olubdu. İnsan onunla yaşayıbdır, bildinizmi? Gələn gəlir ləngimədən. Bəs bizim hansı hazırlığımız bu günləri bunun əlində var, bunun qabağında var. Zabur 15-ci fəsil 1-dən 2-yə deyir. Ya Rəbb, sənin məskənində kim dura bilər? Kim qala bilər? Gəlin oxuyaq o yerə, gəlin oxuyaq. Hazırlaşmağın növbəti mərhələsidir. Rəbbin qarşısında, onun huzurunda, onun məskənində kim dayana bilər? Deyir bacılar, qardaşlar. 144 min o demək deyil. Bax bu ayı onu göstərir, kimlər dayana bilər? 15, 1, 2. Oxu. Yani çadırında kim kalar? Müqəddəs dağında kim məskən salar? Kamillik yolu ilə gedən, əməl salih olan, ürəkdən həqiqəti söyləyən. Bir sözlə bunu yuvarlasaq, belə bir dənə nə yazarıq onun üstünə? Doğruluqla yaşayan insan. Doğruluqlarla yaşayan insan. Bu günləri 144 minin içində olmaq istəyirsənsə, Allahın verdiyi bəzi məsləhətlər var. Yerinə yetirməliyik. Bilirsinizmi bacılar, qardaşlar? Bəzən baxırsan ki, bir ağac heç də qopmur. Dağlarda bitən ağaçlar qopmur. Amma bir də görsən elə ağac var ki, birbaşa kökündən külək vurur, çıxardır. Kökü qayaya bağlanan ağac heç vaxtı qopmur. Amma kökü qumsaqlıqda olan, torpaqda olan ağacın çoxsu devrilə bilir küləkdən. Əgər biz bu günləri dayanmaq istəyiriksə də, bax bu da bizim bir növ bu yolçuluğumuzdur da. Burada biz möhkəm dayanmaq istəyiriksə də, bizim təməlimiz bu günləri qaya olmalıdır. Bu günləri bizim təməlimiz İsa Məsih olmalıdır. Fırtına gəlir. İsa Məsih deyəndə ki, gələn gəlir ləngimədən. O deməkdir ki, bununla bağlı fırtına gəlir. O fırtınada dayanmaqdan ötürü bu günləri 15 il, 20 il, 5 il söhbətini boş yerə demədim. Bu illər ərzində keçirdiyimiz təcrübələr, bu illər ərzində yaşadığımız təcrübələr, onlar bizim qarşıdan gələn o günlərdə dayanmağımıza yardım edəcəkdir. Biz baxmalıyıq ki, bax bizim bu günləri təməlimiz nəyin üzərində dayanır. İkinci Vəh 14.1-də var. Biri zəhmət olmasa oxuyun, Vəh 14.1-i. Orada maraqlı bir söz var, deyir, alınlarında atanın adı olan. Oxu o yeri. Mən gördüm ki, Quduz Siyon dağında durur. Onunla birlikdə 144 min nəfər var. Onların altında Quduzun adı və onun atasının adı yazılır. Tamam. Deməli 144 minin insanın içində bir dənə də görünən əlamət olacaqdır ki, onların alnında atanın, quzunun adı yazılıbdır. Bacılar, qardaşlar, bura Allah sözü, bir də quzu sözü yazılmayacaq ki. Nə deməkdir bu? Yox, buradan gəlirik. Atanın adı, Məsihin adı. Buyurun. Çıxış 33. Çıxış 33, 18, 19-u siz açarsınız Səminə bacı. Vəh 14.1-i oxuduq. 2-ci Korinlər 3.18-i də Aysel sən aç. Nədir alınlarında atanın, quzunun adının yazılması? Ki bu bizdə görünməlidir. Bax bu günləri ki 144 min siyahıya daxil olaq. Birinci oxuyağın çıxış 18, çıxış 33, 18, 19 buyurun. Musa dedi, İzzətini mənə göstər. Rəbb dedi, mən bütün peyğəmbərlərimə sənin qarşına keçirəcəyəm. Rəbb ona Bax elə bir ayə dedi ki, indi onu izah eləmək, götürmək lazımdır. İkincini oxu bir toparlayaq deyək. 2-ci Korinlər 3, 18. biz niqabsız üstə Rəbbin ehtişamını əks etdirərək Rəbbin surətində dəyişdirdik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır. Deməli, 2 dənə yeri oxuduq, 2 dənə yer bizə bir kəlməni dedi. Allahın alınlarında atanın adının nə olduğunu. Buyurun bacılar, qardaşlar, nə idi? Alınlarında atanın, quzunun adının olması Allahın xarakterinə,
Allahın xasiyyətinə dəyişilmək deməkdir. Bu günləri bizdə varsa da quzunun bu dəqiqə yanında dayanmışıq biz. Əgər biz bu günləri Allahın, yadınıza gəlir dua saatında biz dedik, Allahın iradəsini nə görsədir? Bu. Əgər bu günləri biz Allahın xarakterini, xasiyyətini görsədə biliriksə, demək bizim alnımızda nə yazılıbdır? Atanın adı, quzunun adı. Allah deyir ki, məni görməmişdən öncə Musa 33-də xalq deyir ki, görsət də bizə öz izzətini görsət. Allah deyir ki, mənim üzümü görməmişdən əvvəl sən mənim xasiyyətimi görməlisən. Bildiyimi? Misal üçün bir qabaq görücülərlə vasitəsilə evlənirlər, düzdürmü? Hadi filankəsin qızı yaxşıdır, bu deyir filankəsin qızıdır. İndi təsəvvür edin bu yazıq qız ondan bir-iki dəfə çıxmayıb, yəni bir-birinin xasiyyətini bilmə, bir çay içməyiblər, çörək yeməyiblər. İndi bunlar evlənirlər. Qız görən maraq eləyir və yaxud oğlan maraq eləyir. Görən bu döyəndimi, görən bu söyəndimi, görən bu maraq, başa çıxsın maraq. Yəni onun cəmalını görməmişdən öncə maraqlanırsan ki, görən onun xasiyyəti necə olacaqdır, nətər olacaqdır, hirslənəndimi, nə bilim, nədimi. Hətta 20 ili tanıya bilmirsən. Allah birinci öz xasiyyətini açmaq istəyir insaniyyətə. Bugünkü gündə siz fikir verirsinizmi? İndi mən qəti belə düşünməyin, hər hansı bir dini tərifləyirik, hansını pisləyirik, yox. Hal-hazırda bizim olan bu İslam dünyasında da Allah hansı xarakterdən açılır? Qorxu hiss edirsiniz və yaxud açırsınız bir kitab oxuyursunuz, orada nə var? Cəhənnəmdə yanaşsan, nətər olacaqsan. Yəni, hələ bir dənə ayə var Quran-ı Kərimdə. Mən Quran-ı Kərimi pisləmək kimi demirəm, ha. Özüm də oxuyuram, oradan dərs də deyirəm. Sadəcə olaraq Quranda bəziləri mötərizə içində yazılıbdır deyə, o da birbaşa insan fikridir axı. Orada yazır ki, deyir, Allah cəhənnəmə düşənlərə təkrar bədən verəcəkdir, bir də yansınlar. Təkrar bir də bədən verəcək, bir də yansınlar. Allah bu xarakterdədirmi? Allah bizim əziyyətimizdən zövq almır da, deyilən kimidir sonra. Bəs bu günləri biz Allah'ı necə tanıyırıq? Bəs necə görsədirik? Bəs necə görsədirik? Əlbəttə ki, Allah sevgidir, Allah məhəbbətdir. Allah istəmir heç kimin pisliyini. Onların salamatçılığını istəyir. Ona görə də Allah deyir ki, məni görmür. Deyir Allah'ı heç kim görməyibdir. Heç kim də görməyəcəkdir. Sadəcə olaraq bizə çata biləcək qədər biz İsa Məsihi görəcəyik. İsa Məsihi görən insan niyə vururlar İsa Məsihə? Bax bu dəqiqə. Çünki İsa Məsih deyir, mən qəlbən təvəzzökaram. Mən sevənəm, düzdürmü? Mən bir yerə yığıram sizi, bir məqsəd altında toplayıram. Ona görə İsa Məsihə Tomaya deyəndə ki, məni görən atanı görmüş olur. Necə yəni? İsa Məsih kim idi Allah? Yəni belə burun, qulaq, göz yox. Sadəcə olaraq məndə olan xasiyyəti gördünsə Filip, sən bilməliydin ki, sənin atan belədir. Yəni Allah belədir. Ona görə Allah öz xarakterini biz açır. Deməli, alınlarında atanın adı, Məsihin, quzunun adı. Nə deməkdir? Allahın xarakterini daşıyan insanın alnında var. Demək, buranda rahat keçdik. Allahın xarakterini əks elətdirmək, Allahın özünü görmək deməkdir. Sən nə görmək istəyirsən? Bax, İlyas, Musa deyəndə ki, Allahım öz izzətini bizə görsət. Çünki yazıq Musanı da sıxırdılar ki, biz Misirdə Allah görmüşük, taxta görmüşük, yəni ona etiqad eləmişik. Yəni sən bizə görsət də bunu. Musanı sıxdığına görə də Musa da Allahdan soruşur. Allah demək istəyir ki, nə görmək istəyirsən? Yəni sənlə göyəm çolunda danışdım, bəs eləmədimi? Çaylardan keçitdim, bəs eləmədimi? Bulut sütununda sənə göründüm, bəs eləmədimi? Nə görmək istəyirsən? Yəni onların heç hansında mən səndən fiziki təmas eləmədim. Amma indi təmas axtarırsan sən fiziki. Hər hansı bir cəlal üz görmək istəyirsən, camal görmək istəyirsən də.
Allah deyir xasiyyət. Ona görə də bugünkü gündə normal danışan, normal münasibət göstərən insana biz başqa cür baxmalıyıq. Niyə? Çünki o insan Allahın xarakterini daşıyır. O insan cənnətdə Allah yaradanda ki, insanı öz bənzərimizə və surətimizə görə yaradar. Bütün xarakterimi verdim insan Allah deyir. Sadəcə olaraq insan göstərmir ona. Biz bu günləri bunu göstərən insandan nümunə götürə bilərik. Nə mənada? Fikirləşər ki, hə, bu insan göstərə bilirsə, demə mən də göstərərəm. Amma bənzəmək kimə bənzəməli? Həftə arasında gənclərdə bu söhbət olmuşdu. Sən keçmişdin, nə düzdürmü? Gənclərdə Azər keçmişdi ki, yəni biz nümunə götürməliyik mi? Biz nümunəni bənzəməliyik İsa Məsihə, amma biri-birimizdən nümunə götürə bilərik. Mən nümunə götürürəm ki, böyle, ha vaxt baxırsan bu insan sevinir, ha vaxt baxırsan bu insan gülür. Yəni bunun heç mi qəmi, kədəri yoxdur, heç mi bunda problem yoxdur, iş problemi yoxdur. Yəni fikir versən insan onları artıq qoyub bir kənara. Biz hər şeyi qoymalıyıq kənara, Allahın xarakterini əks etdirməyə çalışmalıyıq. Çünki biz Allahın xarakterini göstərdikcə, ona cəhd elədikcə biz özümüz dəyişirik. Xənok nətər elə o qədər Allahla bir getdi ki, axırda Allahın yanına getdi. Allahla bir yol getdi bu yer üzərində 365 il. 365 ilində Allah onu çəkdi göyə. Metuşalah dünyanın ən çox yaşayan insanı 969 il yaşadı. O belə doğulanda 65 yaşı var idi Metuşalahın. O doğulanda belə Peyğəmbərin ruhu yazır ki, o şeyə belə baxdı uşağa, yəni evladına. Allahı izzətləndirdi ki, necə ola bilər insandan insan çıxır? İnsandan insan yaranır. Yəni özü belə balaca böyüyür, hər dəfə dəyişikliklər olur. Ona görə də bacılar, qardaşlar, biz hər vəziyyətdə şükür eləməyi bacarmalıyıq ki, biz Allahın xarakterini, Allahın xasiyyətini nümayiş etdirə bilək. Bu insanlar Allah kimi düşünür, Allah kimi sevir, Allah kimi bağışlayır, Allah kimi mərhəmət göstərir. 4 keyfiyyət varsa, 4-ünü biz eləyə biliriksə də Allah kimi baxırıq, Allah kimi bağışlayırıq, Allah kimi düşünürük, Allah kimi sevirik. O zaman sən artıq Allahın xarakterini daşımış olursan, göstərmiş olursan. Uşaq, misal çəksək, uşaq atasından, anasından çox danışsa və yaxud çöldəki insanla danışsa, hara oxşayacaqdır? Evdə ata ilə, ana ilə ünsiyyəti çox quracaqsınız da, onun xasiyyətini götürəcək. Çöldəki uşaqlarla, yəni o küçək uşaqlarla belə desək, məşğul olacaqsa da o fikirdə götürəcək, o xasiyyəti də, o xarakteri də götürəcəkdir. İsa Məsih ilə yaşayan insan təbii ki, İsa Məsihin xarakterini götürəcəkdir. Bu günləri mən bir səhifədə oxudum, hətta bu YouTube-da da var. Deməli, bəzi insanlar çağırış eləyir. Ay cəmaatlar, o ibadət evlərinə getməyin. İndi bizim ibadətdə çəkirlər, digər ibadətlərdə çəkirlər. Sual, indi bir-iki nəfər sual verir ki, niyə getməyək ora? Deyir, siz ora gedən kimi sektadır da, sektadır. Siz ora bağlanacaqsınız, oradan çıxa bilməyəcəksiniz. Bax, mən bir ibadət evinə gəldim, elə. Orada həqiqət varsa, orada mənim həyatım dəyişdisə də, orada mən özümü rahat hiss edirəmsə, niyə də çıxım oradan? Bu sualı verən yoxdur. Biz bu günləri Felix idi də, yanlış deyirəmsə düzəldin. Ona Paul xidmət edəndə dedi ki, biraz da qalsa mən də məsihçi olacağam. Yəni danışdı İsa Məsihdən o vaxtı da, hələ 2000 il bundan qabaq. Dedi ki, biraz da danışsan, şeydi də, sərkə ordu şeydi. Dedi, biraz da danışsan mən də məsihçi olacağam. Yəni Allahın sözü imkan verdikcə, biz Allahın sözünlə, yəni onun xarakterini əks etdirməyə çalışdıqca biz özümüz də dəyişirik. Axırda baxacaqsınız, görəcəksiniz ki, sizdən siz qalmayıbdır. Sizdən heç bir əsər, əlamət, yəni dünyada olan insandan heç bir əlamət qalmayıb. Növbəti 14:3-dədir. Deyir ki, yeni nəğmə. Elə 144 min insanın oxuduğu nəğməni heç kim bilmir. Nə nəğmədir bacılar, qardaşlar? Necə başa çünki bu şeydirmi, nədir? Oxuduğumuz Zəburdan mı söhbət gedir?
Oxu yeri, o iminlə sırf o yeri, yəni 14 və 14-də. Deyir, onlar bir dənə nəğmə bilir, onlardan savayı onu heç kim bilmir. 14-3-dən. Onlar tapdı, 4 canlı və bütün də ağsaqqalların üstündə yeni bir nəğmə oxuyurlar. Yer üzündən satın alınmış 44 min nəfərdən başqa heç kəs bu nəğməni öyrənmir. Tamam. Özde birincisi bilmir yok ha, örgene de bilmez. Ne demekti bu? Ha? Kardeşler, bacılar. Bu notdumun. Yığdım bir tane mahnı çıkarttım. Bu notdan mı söhbət gedir? Bu hər hansı bir instrumentdən mi söhbət gedir? Alətdən mi söhbət gedir? Bunu biri qarmonda çalır, bir də elə mahnıdan mı gedir? Musiqidən mi gedir? Nədir bu? Zəbur 43-ü biriniz açın, saxlayın. Hə. Bacılar, qardaşlar, bu not deyil. Bu bir instrument də deyil. Bu mahnını heç kim... Misal üçün, adam var, hə, bir... Elə alət var ki, adam deyir ki, mən bunu bir ömürdə qalsa öyrənə bilmərəm də. Bu mahnı nə mahnıdır ki, bunu biz öyrənə bilmirik? Və dünyanın sonuna aid olan kitabda yazır. Bu mahnını o insanlardan savayı heç kim bilmir. Oxu Zəbur 43-ü. 40-cı fəsil 3-cü ayə. Dilmə yeni bir nəğmə verdi. İlahi ilə Allahımıza həmd etdi. Bax, nə qədər adam bunu görəcək. Qorxub Rəbbə güvənəcək. Nədir bu? Nə mahnısıdır? Bu, bazılar qardaşlar, həmən 3-cü ayədə axıra çatmamış, orada xilası qeyd edir. Bu xilas nəğməsidir. Bu xilas nəğməsidir, bacılar qardaşlar. O nəğmə ki, onu səndən savayı o xilası heç kim bilməz. Sən bir insana xilas aparanda, sanki o nəğməni oxuyursan. Sanki göylərdə dayanmışsan 144 minin içində o nəğməni oxuyursan. Əgər sən bu xilası, səndən savayı bunu heç kim apara bilməz. Bildin mi? Bu nəğməni heç kim bilməz. Dünyadakı insanı xilas edə bilər. O nəğməni bilmir ona görə. Sən gəldin, nəğməni İsa Məsihin ağzından götürdün, Allahım onları bağışla, mən sizi xilas etməyə gəldim, bir yerə toplamağa gəldim. Bu nəğməni İsa Məsihin dilindən aldınız. O nəğməni bu günləri siz çatdırırsınız. Bu xilas nəğməsidir ki, onu sizdən savayı heç kim bilə bilməz. Ona görə bu, bilirsiniz nətər, alnımızdakı damğıya gəldik, bu nə idi? Bütün bunlar hamısı keyfiyyət olaraq bizdədir. Nəğməyə gəlincə, orada 144 mində elə bir mahnı deyir. Bu mahnını bu günləri daimi. Mahnı var ki, onu biz oxuyuruq, illər sonra yadımızdan çıxır, düzdürmü? Ha fikirləşir, deyir ya, bu mahnı çox gözəl mahnıdır. Bunu yadına salmağa çalışırsan da. Amma bu günləri o nəğmə var ki, nəğməni bir dəfə sən öyrəndin, müqəddəs kitabda deyir, bir ömür yadında qalacaqdır. Səndən savayı da o nəğməni bilən heç kim yoxdur. Bu nəğmə birbaşa xilasdır. Bilirsiniz nətər? Müharibədən sağ çıxan insanın oxuduğu mahnını mən hiss eləyə bilmərəm. Sevinç mahnısını. Sevinib, qutarıb Allaha fəxr edir. Yəni belə cəsarətlə. Çünki o onu yaxşı bilir, düzdürmü? O yaşayıbdır onu. Bu günləri biz yaşamasaq, bir insanı xilas eləməyə cəhd eləməyəcəyik. Ona görə İsa Məsihin 2 kəlməsindən biri idi ki, Allahım onları bağışlar. Nə elədiklərini bilmir. Bu nəğmə deyil, nədir? İnsanın xilası ilə bağlı olan nə varsa, biz eləyiriksə, o 144 minin içində səslənən o nəğməyə oxşuyur. Orada və 14.4-də yazır ki, özlərini ləkələməyənlər. Bir dəqiqə diqqətlə baxsınız, əlinizdə sizin ləkə var. Ora-bura sürtmüşük, əlimizdə kir var. Bu kirdən mi söhbət gedir? Ha? Və 14.4-də o yeri birdən oxuyun. Zəhmət olmasa. Özünü ləkələməyənlər. Qadınlarla o deməkdir ki, üzr istəyirəm, qadınlar götürüb daşlasınlar ki, nə biz ləkəyik. Orada deyir ki, özünü qadınlarla ləkələməyənlər. 144 minin içində olanların bir keyfiyyəti də özünü qadınlarla ləkələməmək kimi olan bir məfhum yox, belə desək, bir
amildir də. Oxuyun zəhmət olmasa. Onlar özlərini qadınlarla evlənmişlər. Çünki vacibdirlər. Uzun xaraktersə onlar da onun ardınca gedir. Onlar Allah və quzu üçün mübar olaraq insanlar arasından sapınır. Ha, söhbət hardan gedir? Qadınlarla özünü ləkələməmişdiyində bu söhbət həmən qadından mı gedir? Yaradılmış. Tamam. İbadət evində, ya daha doğrusu ibadət evində yox. Müqəddəs kitabda ibadət evini İsa Məsih nə adlandırır? Qadın adlandırır, düzdürmü? Yazır ki, onlar bakirdirlər. Üzr istəyirəm, indi mən evlənməyim ki, sözümü saxlayıram misal üçün ora. Bacılar, qardaşlar, mən sizə bir söz deyəcəm. Siz xahiş elə məni düzgün başa düşün. Mən məcburam bunu deməyə. Çünki bura çıxdıqsa o deməkdir ki, Allah bəzi şeylərdə icazə verir. Nəyə görə? Çünki bu söz səslənməlidir. Mən yenə də deyirəm, pis başa düşməyin. Mən bunu bir kitabı tərifləyib, o biri kitabı və yaxud bir peyğəmbəri, o biri yox. Sadəcə olaraq bütün necə var onu biz deməliyik də. Quran-ı Kərimdə bir yer var ki, deyir, əgər bu dünyada özünü ləkələməyən insanlar, yəni səhv yola getməyənlər, nə bilim, yeməkdə, içməkdə özünü saxlayan insanlara cənnətdə elə qızlar verəcəklər ki. Stül, yəni hurilər verəcəklər, hurilərə nurilər veriləcəkdir. Nə bilim, nələr. Siz baxırsınızmı ki, şeytan necə bu fikri götürübdü, bu bakirlər sözünü. Axı bu Qurandan qabaq yazılıbdır. Onu da ki, oxuyan adamlar, yazan adamlar ən azından bir o fikrə müraciət ediblər. Çünki vəhy kitabı günü dünən yazılan kitab deyil axı. 2000 il buradan vəhy götürsək, 4000 il bundan qabaqda əhd etiqi. Burada söhbət gedəndə ki, göydə bakirlər var. Onlar nə deyirlər? Deməli, bakir olan insanlar, əgər bu dünyada evlənmirlərsə, orada onlara sütülləri veriləcəkdir. Qadınlara kişilər, kişilərə qadınlar. Mən sizə deyirəm, Quran ayəsidir. Orada yazır ki, bu dünyada şərab içməyənlər orada o qədər şərab veriləcəkdir. Bu dünyada qadağan olunan şey necə olur o biri dünyada şey olur, verilir insana. Şeytan o qədər bu günləri belə nətər deyim, Allahın sözünü təlim tərs məsəf insanlara çatdırmağa çalışır ki, bizim fikrimiz qarışsın. Bakir olmaq o deməkdir ki, mən bu dünyada evlənməyim, bakir olum, gedəndə orama nələr veriləcəkdir. O anlamdadır mı? Bəs hansı anlamda deyilir ki, göydə 144 min seçilmişlərin içində bakirlərdir. Yəni onlar real deyir ki, bakir olanlar olacaqdır. Amma söhbət hansı bakirlikdən gedir? Vəh 17-ci fəsil, Vəh 12-ci fəsil. Evdə özünüz oxuyun. Burada Vəh 12-ci fəsildə təmiz qadından söhbət gedir. Vəh 17-də azğın qadından söhbət gedir. Bu təlimdir, bacılar, qardaşlar. Özünü yanlış təlimlərlə ləkələməmək, kirləndirməmək. Bax, bu təmiz fikirli qadının anlamındadır. Amma 2-ci Korniflər 11-2-ni oxuyacaq bir ayə olaraq bu bizə tam açıqlayır fikrimizi. 2-ci Korniflər 11-ci fəsil 2-ci ayə. Kimlərdir bunlar? O bakirlər kimlərdir? Hansı ki göydədirlər. Allahın taxtının qarşısındadır 144 min. Və biz də dedik bu günləri biz ola bilərik 144 min içində. Demək bu bakir sözü indi bizə aiddir. Nə deməkdir bu 2-ci Korniflər 11-2 bunu izah edir. Buyurun. Sizə görə ilahi bir qısqanclıq hissedir. Çünki sizlər sanki bakirə qızsınız və sizi bir oğlana, yəni Məsihə nişanlayıb təqdim etmişdir. Necə dedi bacılar, qardaşlar? Sanki sizi bir bakirə kimi, bir bakir kimi İsa Məsihə təqdim etmişəm. Yəni bu günləri ibadət evi qadını, təmiz qadını timsal etməlidir. Əgər bu günləri bu ibadət evinin içində yanlış təlimlərə meyl varsa da ki özünüz gördünüz bu yaxınlarda bir neçə nəfər çıxdı elə. Yanlış təlimlərlə onlar bu günləri ləkələniblərsə o deməkdir ki artıq onlar bakir deyil. İlk Allah haqqında olan o təlimə elə bir ki bilsin nətər zid getdi, azğınlaşdılar. Odur da ondan söhbət gedir də, ondan söhbət gedir. Yanlış təlimlər,
saxta təlimi qəbul etməyənlər 144 min içində duranlardır. Varmı bu günləri yanlış təlimə səcdə qılmayanlar? Biz deməməliyik ki, o da insandır da, o da o dinə səcdə qılır. Yox. Biz bunu deməməliyik. Biz nə ilə mükəlləfik bilirsinizmi? Həqiqi Allahı aparaq insana çatdıraq. İmkan yaradaq ki, insan həqiqi təlimlə yanlış təlimi seçə bilsin. Fikir verirsiniz bu günləri yanlış təlimdir ki, deyir, bu dünyada özünü saxlayanlar o dünyada gedəndə onlara hurilər, nurilər veriləcəkdir. Nə dərəcədə bu doğrudur? Bu birincisi, indiki vəziyyətə uyğun deyil. İkincisi də ki, sən nədə özünü saxla ki, mən orada bir kalan yemək yiyəcəm, eləmi? Kalan misal üçün, firavanlığa çıxacam, eləmi? Allah'a bu yanlış təlim etmək deməkdir. Allah'ın həqiqətinə sadiq qalanlar 144 min olan insanların siyasındadır. Tərtəmiz suya bir damcı zəhər qatsaz nə olacaqdır ki? Köynədən bu, mən bir dəfə bunu şeydə görmüşdüm, orada yazılmışdı ki, bütün padşahlar öləndə onların bədənində belə dumur şeylər olubdu bədənində. Yara da elə bir ki, belə xal kimi olubdu onlarda. Bilirsiniz onlar damcını, zəhəri damcı qəbul edirlərmiş. Az bir cüzi miqdarda. Ki onları birdən zəhərləyəndə ölməsinlər. Ona görə padşahlar zəhərlənəndə ölmürdülər. O avam millət də baxırdı ki, ölmədi o. Demək ki, bu Allahdır, göydən enmişdi, xüsusi bir insandır. Ölmədi də, zəhərdən ölmədi. Halbuki 11 qramı bir damcısı bir insanı öldürür və yaxud heyvanı öldürür. Amma onlar özlərini zəhərləyirdilər o vaxtı padşahlar. Az və az suya qatırdılar. Hal gedirdi, qızdırma olurdu, amma ölmürdülər. Bir növ o zəhərə qarşı elə bir antidot yaranırdı. Birdən də zəhərləndə onlar ölmürdülər. Sonra bu insanlar bu mumyalananda, eləyəndə onların bədənində o işarələr görünürdü. Nəyə görə? Çünki zəhər həzm olunmur axı. Orqanizmdə zəhər həzm olmaq üçün Allah elə bir struktur şey qurmuyubdu, mexanizm qurmuyubdu. O zəhərlər gedib insanın müəyyən yerlərdə, yağlı olan yerlərdə yığılırdı, topaya dönürdü. Təsəvvür edin, elə olurdu ki, o bədəni kəsirdilər, onları yığırdılar, ondan təzədən zəhər düzəldirdilər. Təsəvvür eləyin. Bax, bu da tarixdə görünmüş bir şeydir. Adca bir zəhər bəs edir ki, bir balaca yanlış təlim bəs edir ki, bütün ibadət evini zəhərləsin. Özdə o zəhər elə bir zəhərdir ki, qalacaqdır ibadət evində. Hardan bilirik qalacaq? İsa Məsih dedi, dəyməyin, toplamayın. Hə, toplamayın o şeyi. Nədir? Nəyi? Dəncələ. O buğda şeydə sümbülləri. Yığmayın sümbülləri, qoyun bircə yetişsinlər. Onlar tam yetişəndən sonra rəngləri, buğdaları, hamısı özünü göstərəcəkdir. Əgər bu günləri biz o yetişməyə gəlib çatmışıqsaq ki, İsa Məsih deyir, başınızı qaldırın. Biçin artıq dolubdur sümbüllər. Onları biçmək lazımdır. Bu günləri biz o göstərmiriksə, o biçini artıq doluluğu. O deməkdir ki, bacılar, arkadaşlar, biz dəlicə buğdasının içində itib gedirik. Qoy Allah xeyir-dua versin ki, bu dünyanın heç nəyi bizi ləkələməsin, Allahdan uzaqlaşdırmasın. Çox demək olar, yəni çox fikirlər var, amma əsas vacib olanları mən dedim. Sadəcə olaraq bir fikri demək istəyərdim ki, bir nəfərdən soruşurlar, bir heykəltaraşdan soruşurlar ki, sən necə oldu belə gözəl əsər çıxartdın? Dünyaca məşhur bir heykəltaraşdır. Deyir, mən heç nə çıxartmadım ki. O sadəcə olaraq o gözəllik o daşın içində var idi. Sadəcə olaraq mən biraz oranı yonqarladım, biraz buranı yonqarladım, biraz gözəllik verdim, ortada gözəl bir əsər çıxdı. Biz Allahın əlində hər birimiz birər əsərlərik. Bizim içimizdə var. Biz Allahın surətinə, bənzərinə doğru yaradılmışıq. Sadəcə olaraq bir balaca imkan verməliyik ki, Allah bizi cilovlasın, biraz yonqarlasın, içimizdə olan o cəvahiratı
üzə çıxartsın. Ona görə də hər birimiz birər Allah üçün, İsa Məsih üçün dəyərliyik. Ona görə dəyərimizi biləyin, dəyərimizi saxlayağın. Qoy Allah xeyir-dua versin ki, biz sona qədər bizim üzərimizdə olan bu məsuliyyətin fərqində olaq və Allahın bizim üzərimizə qoyduğu bu tapşırığı sona qədər yerinə yetirə bilək. Nəticə olaraq desək, Allahın son xalqı necə yaşamalıdır? Məsihlə yaşamalıdır, həqiqətə sadiq qalmalıdır, ruhən təmiz olmalıdır, yalanla qarışmamalıdır, məhəbbətlə yaşamalıdır. Ən vacibi isə quzu hara gedirsə, Məsih hara gedirsə, Allahın xalqı da ora getməlidir. 144 min insan, onlar mükəmməl olduğu üçünmü göyə düşdülər, bacılar, qardaşlar? Bəs necə oldu? Bəli. 144 min insan haqqında oxuyanda son nəticə olaraq deyir ki, onlar mükəmməl olduqları üçün göyə düşmədilər. Onlar sadiq qaldıqları üçün və bir də ən vacibi onlar təslim olduqları üçün. Orada yazır ki, onlar özlərini təmiz saxladılar. Quzunun qanı ilə yudular. Ona görə də bax bizə ən vacib lazım olan budur ki, hər zaman Allahın quzunun salihliyinə bürünək. Amin. Dua edək. Rəhimli, mərhəmətli, ucalarda olan Allahımız, minnətdarıq ki, ya Rəbb, sən insaniyyət var olduğu gündən bugünkü günə qədər Allahım, heç bir vaxt insanları tərk etmədin. Hər zaman insanları xilas etməyə, onları istiqamətləndirməyə, onları təmiz ilk yarandıqları kimi görmək istədin Allahım. Bunun üçün də bir çox yazılar yazıldı, bir çox peyğəmbərlər gəldi, getdi. Minnətdarıq ki, Allahım, bu günləri bütöv şəkildə, təmiz şəkildə sən bu günləri, bu sözü çatdırdın bizə və biz bu günləri bu sözləri oxuyuruq. Sənin həqiqətlərini, sənin xasiyyətini, sənin Allahım xarakterini biz bu günləri öyrənə bilirik. Qalır bizə Allahım ki, biz müqəddəs ruhunu ver ki, biz sənin xarakterinə uyğun dəyişə bilək. Sənin xarakterinə uyğun yaşaya bilək Allahım. Necə ki həvarilərdə oldu, necə ki onlar sonda bunu dərk etdilər. Eyni ilə də Allahım biz dərk eləyək ki, sənsiz bu dünyada heç nə yoxdur. Səndən yığmayan insan dağıdır. Ona görə də ya Rəbbi səndən istəyirik. Bu yerdə olan insanlara xüsusilə nəzər yetir Allahım. Kədərdə olanlarımız var, qəmdə olanlarımız var, çətinlikdə olanlarımız var. Bu günləri sənə Allahım, o salihliyə can atan insanlar var ya Rəbbi. Onlar üçün səndən istəyirik. Onların ürəyinə təsəlli ver Allahım. Necə ki sən özün bu yer üzərində möcüzəli şəkildə görsətdin, eləcə də özünü onlara görsəd Allahım. Qoy onlar da bilsinlər ki, səndən savayı gedəcək heç bir yerləri yoxdur Allahım. Ən gözəl yer də bu günləri sənin yanındır. Ona görə də səndən istəyirik. Qoy onları hiss edə bilsinlər. Özün xeyir-dua ver. Son vaxtda Allahım bir çox insanları müqəddəs ruhunla gətirməliyik bu yerə ki, onlar da xilas olsunlar. Bu vəziyyətdə səndən istəyirik Allahım. Köməklik et. Qoy müjdəni yaymaq hissi ilə yanaq, alovlanaq Allahım. Çünki bu sənin ən başlıca vacib olan Allahım tapşırığın idi, istəyin idi. Ona görə də xeyir-dua bunda hər birimizi. Qalan hər şeyə görə, bizdə olan həyata görə, ailəyə görə, indiki vəziyyətə görə, bu ibadət evinə görə, insanlara görə, hər bir vəziyyətə görə sənə şükür, şöhrət olsun. Rəbbimiz İsa Məsihin ismi ilə xeyir-duala. Amin. Əziz dostlar, hər birinizdən sağollaşırıq. Əgər hər hansı bir sualınız olarsa, bizim aşağıda qeydiyyatımız olacaqdır, nömrə qeydiyyatlarımız var. Buyurun, əlaqə yaradın, zəng eləyin. Biz hər zaman hazırıq. Şadıq sizin zənglərinizə cavab verməyə. Eyni vaxtda biz sizinlə görüşmək üçün sağollaşırıq. Sağ olun.